özbaşınalıq edirlər. Heç kimlə deyil, get hara istəyirsən şikayət verə. Bizə heç kim heç nə eləmir. Qorxmurlar. Özlərini elə aparırlar ki, elə bir Azərbaycanı bunlar idarə edirlər. Özüm fəhlə işləyirəm. Stroykada fəhlə işləyirəm. 15-20 manat, 30 manat. Salam dəyərli dostlar. Gold Cars 777 avtosalonundan şikayətlərin arası kəsilmir. Hər gün vətəndaşlar mənə yazırlar, hər gün şikayətlər. Vaxt, zaman tapdıqca mən həmən vətəndaşların çalışıram ki, şikayətlərini işıqlandırım və ictimailəşdirim. Deməli, Saray qəsəbəsindən Behdiyev Adəm İbrahim oğlu adlı bir vətəndaş mənə müraciət elədi. Xahiş elədi ki, sizdən xahiş edirəm, gəlin məni çəkin, mənim də başıma orada oyun gəlib. Adəm bəy, axşamınız xeyir. Axşamınız xoş xeyir. gördük sizi. Çox sağ olun, sağ olun Elnur bəy, çox sağ olun. Allah sizdən razı olsun ki, mənim xahişimi nəzərə alıb, gəlin mənə çəkmişsiniz. Bu Bolt 777-dən sentyabrın 16-sı günü gedib maşın götürmüşəm. Maşını götürmüşəm, bir gün sürən kimi maşın motorunda problem olub. Aparmışam ki, qaytaram. Deyiblər ki, apar motoristin yanına, motorist düzəlsin, nə problem olsa bizdə idi. Kim dedi bunu size orada? Vüsalə. Ha, orada o Vüsalə. Vüsalə, bəli. Getdim motoristin yanına, dedim, əlini heç də yoxdur. Gəldim həmin yerə. O 777 avtosalona. Mənə qayıtdı ki, nümayəndələrin ayırdılar ki, apar, getsin nümayəndə də tapşırsın, maşını düzəldib versinlər. Nümayəndə də getdi. Getdi, ancaq nə olsun? Yenə mənim 300 manat pulum çıxdı. Ondan əlavə ilkin ödəniş 1700 manat ödəniş eləmişəm. Bu əllərimin qabarı ilə. Özüm fəhlə işləyirəm. Stroykada fəhlə işləyirəm. 15-20 manat, 30 manat belə pul alıram. Pensiyacı adamam. Bir qardaşım müharibə veteranıdır, şəhididir. Oğlum veterandır. Qalmışam çıxılmaz vəziyyətdə. 1500 manat, 1700 manat pulumu alıblar. Təzədən maşını əlimdən alıblar, 500 manat pul ödəmişəm. Ondan əlavə də hər ay 375 manat pul ödəmişəm. Bu pulları xahiş edirəm. Artıq dərəcədə prezidentimizdən xahiş edirəm. Başqa dönüm mənə kömək edir. Mən bir veteran atası kimi, qardaşım müharibə şəhididir. Xahiş edirəm, mənə kömək edir, mənə yardım edir. Hara müraciət edirəm, bunlar özbaşınalıq edirlər. Heç kimlə deyil, get hara istəyirsən şikayət verə. Bizə heç kim heç nə eləmir. Qorxmurlar. Özlərini elə aparırlar ki, elə bir Azərbaycanı bunlar idarə edirlər. Bunları mümkün deyil. Məni yalanlar ağladılar. Get bu gün gəl pulu verəcək, get bu gün gəl pulu verəcək. Elə. Axırda da mənə qayıt ki, get hara istəyirsən şikayət elə. Bizim sənə verəsiz. Bəli. Kim dedi bu şeyi hara get şikayət etsin elə? Vüsalə xanım yaxınlaşıb müdir, dedi mən gedib söhbət edəcəm müdirlə, sənə pulu versin. Qayıtdım ki, ondan sonra mənə zəng etdi, gəl bura. Getdim, mənə dedi ki, müdirlə danışdım, sənə pul zat vermə. Bizim danışığımız olub, bunlar da mənə maşını qaytaranda imkanım olmadı. Xahiş elədim ki, maşını qoyaq satdığa, satılsın, mənim pulumu verərsin. Bunlar da mənə razılaşdı, maşını qoydular satdığa. Maşın 10 gün qaldı satdıqda. Getdim bir gündə maşına baxmağa, gördüm maşını. Yanına mənə anlatdılar ki, maşın motorla gedib motoristin yanına. Bir saat ondan sonra mənə SMS gəldi ki, maşın aeroport yolunda radara düşüb. Yaxınlaşıb bir vətəndaş var, ondan pul almışdım port. Mənə zəng gəlir ki, sən bizi ağladırsan, deməli maşın aeroport yolunda radara düşür, sən bizə deyirsən maşını qaytarmışam, pulunu alıb verəcəm. Mən də onları daziman elədim ki, yox, maşını qaytarmışam. Dedi, o xanımın nömrəsini ver, biz öyrənək, görək dəqiq həmin maşını qaytarmışsan, yoxsa. O adam da zəng gelib xanıma, yalandan xanım da onun üstünə şər atır ki, məni söyüb. Ancaq durduğun yerdən insanı heç vaxt söyməz. Heç vaxt durduğun yerdə. Sonra ki, ay xanım, sən müdiriyyətin nömrəsini ver mənə, öyrənək, bu adamın bizə borcu var. Xanım da götürüb təzədən polisə, həmin gəldiyim polislə ona şikayət edib ki, güya məni söydülər. Amma həmin səsləri, onun xanımın səsi, telefonda da var. Sizdən artıq dərəcədə xahiş edirəm, Elnur müəllim. Mənə kömək edin, prezidentimizdən xahiş edirəm. Mən əlimin qabarı ilə fəhlə işləyə gedib maşın götürmüşəm ki, balalarımı, uşaqlarını, nəvələrimi elə belə gəzdirim. Heç olmasa o xəstə uşağımı, xəstə o
müharibə veteranı oğlu 4 dənə ulduz veriblər. 44 gün müharibədə çöldə bayırda yatıb. Sənə görə yatmışdı. Yeyirlər pulları, cəmaatın başına oyun gətirirlər orada. Müsibət gətirirlər. Bilməyənlər gedir, məni kimi ilişir ora, tutun maşının əlindən alırlar. Bir həftə aldılar maşını əlimdən saxladılar. 500 manat pulumu aldılar. Hələ ondan əlavə mənə deyirlər ki, ayda 100 manat da ödəyərsən. Mən deməli 1200 manat onlara pul ödəməliydim. Əlavə, 1600-dən əlavə. 500-ü verəndən sonra 2 ay ödərdim, gördüm imkanım yoxdur. Çatmır. Getdim danışıq apardım ki, maşını qoyun satdığa, satıb pulumu verərsiniz. İndi istəmirəm. Razılaşdılar, maşını axşamı ilə qoydular oraya. Bir satıldı maşın, nə olsa mən pulumu ala bilmirəm. Sizdən artıq dərəcədə xahiş edirəm. Elnur müəllim, mənə kömək edin. Özücə görsün, kasıb adamam, imkanım yoxdur. Pensiyacı adamam. Mən neyiniyim? Bax, kimə müraciət edirəm? Prezidentimizdən xahiş edirəm. Mənim bu fikrimə qulaq assın. Mənə bir xahiş edirəm, kömək əlini uzatsın. Belə olmaz. Belə, dəyərli dostlar, mən buradan Gold Cars 777 avtosalonunun müdiriyyətinə müraciət edirəm. Siz mədəni adamlarsınız. Mən sizlə danışmışam. Bu adama yazığınız gəlsin. Bu adamın əllərinə baxın. Bu əlin haqqını yemək olmaz. Bu evin haqqını yemək olmaz. Ruhu xəstə övladı var. Şəhid qardaşıdır. Vətən müharibəsi iştirakçısı atasıdır. Vallah bu haqqı yemək olmaz. Oğlum vətən Orada Müsalə adlı bir qadın var. Danışıq şər. Kimlə danışır, şər danışır. Elnur Şükürov, nə bilim, mənim ünvanıma danışır. Sizin bu ağsaqqaldan vallah ayıbdır, utanmaq lazımdır. Adamların haqqını verin. Adamların haqqını yemək olmaz. Mən yenə bütün bunlara baxmayaraq, təkrar qarşı tərəfin mövqeyin işıqlandırmağa hazıram. Belə, dəyərli dostlar, daha bir yayımın sonuna gəldik. Yayımımızı bəyənin, paylaşın. Kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın. Sağ olun, çox sağ olun.